Son günlər dövlət qurumlarında kütləvi ixtisarlar baş verir. Əsasən icra hakimiyyətlərində onlarla işçi ixtisar olunur. İxtisarların təkcə bu qurumlarda yox, təhsil, səhiyyə, sənaye, təsərrüfat və digərləri ilə bağlı dövlət qurumlarında da davam edəcəyi gözlənilir. Kütləvi ixtisarlar niyə baş verir və nəticəsi necə olacaq? 3-cü Respublika platformasının həmqurucusu Araz Əliyev deyir ki, ixtisarların səbəbi hakimiyyətin illər əvvəl neft pullarını güvənib büdcədən əlavə açdığı iş yerləri idi. Enerji gəlirləri iş ştatlarını artırıb, avtoritar rejimə dəstək yığırdılar. Amma nə vaxt ki 2020-ci ildən etibarən dövlət büdcəsinin xərcləri artmağa başladı, hökumət birbaşa Qarabağa bütün işlərin icrası ilə bağlı hər il ən azı 4-5 milyard dollar həcmində və manat həcmində vəsait ayırmağa başladı. Nə vaxt ki artıq məsələn son illərdə olduğu kimi neft qaz gəlirlərində kəskin aşağı düşmələr baş verdi, büdcə kəsiri yarandı və belə bir zamanda artıq bir 10 il əvvəl, təxminən 15 il əvvəl yaradılan bu cür iş yerlərinin bir çoxu yavaş-yavaş sıradan çıxarılmağa başlandı. Bunun ilk səbəbi şübhəsiz ki, neft qaz gəlirlərinin azalması və avtoritar hakimiyyətin öz belə deyək də legitimlik satın almaq cəhdlərinin zəifləməsidir. Və digər tərəfdə ən önəmli şey zaten biz bilirik ki, istənilən avtoritar dövlət üçün büdcə və maliyyə məsələsi həyati əhəmiyyət daşıyan bir şeydir. Hətta sosial narazılıqları və müəyyən bir sosial qrupların narazılıqlarını belə görməzdən gələ bilərlər. Amma büdcədəki kəsir məsələsi, pul məsələsi və digər maliyyə işləri onlar üçün həyati əhəmiyyət daşıyır. Araz Əliyev deyir ki, əslində bu ixtisarlar məktəblərin optimallaşdırılması adı altında başladı. Bir neçə məktəbi birləşdirdilər, işçi sayını azaltdılar. Səhiyyədə də onlarla həkim işsiz qaldı. Bununla da büdcənin xərclərini azaltmış olurlar. Avtoritar hakimiyyət bir müddət insanların razılığını almaq üçün, satın almaq üçün bu insanlar üçün əlavə iş yerləri yaratmışdı və cəmiyyətə göstərmiş ki, baxın, bizim dövrümüzdə yeni iş yerləri yaradılır. Bunu Azərbaycanda belə deyək də hakimiyyət eləyir. Amma indiki halda bu iş yerlərinin biz böyük ölçüdə səmərə vermədiyini və büdcədən böyük ölçüdə xərclərə səbəb olduğunu görürük. Və bunun da qarşısını almaq üçün hökumət məcburdur ki, avtoritar sistem Azərbaycanda bu iş yerlərinin hansı ki, nə vaxt sözü bunu yaratmışdı hansısa formada, sırf əhalinin razılığını əldə etmək üçün bunların hər birini yavaş-yavaş belə deyək də ixtisarlarını eləyir. Bu ixtisarlar çox güman ki, yenə də davam edəcək. İndi ola bilər ki, hazırki dövrdə neft qiymətlərinin İranda baş verən müharibə ilə əlaqədar olaraq bir qədər yüksəlməsi biraz çaşqınlıq yaratsın, amma bu təbii ki, bütün dünya analitiklərinin dediyi şey odur ki, müvəqqəti prosesdir və bu müddətdən sonra artıq yenidən enerji bazarında dalğalanma müşahidə olunacaq. Bu özü də paralel şəkildə ölkə daxilində inflyasiya və başqa problemlərə yol açacaq. Buna görə də hökumət 2020-ci ildən etibarən başladığı bu necə deyirlər, kəmər sıxma siyasətini davam etdirəcək və biz növbəti dövrlərdə müxtəlif sosial təbəqələrin, hələ ki bu təhsil, müəllimlər və yaxud icra hakimiyyətində, icra sütununda çalışan bəzi işçilərlə bağlıdır. Amma irəlilədiyimiz dövrlərdə daha da bunun xüsusilə 2026-2027-yə doğru getdikcə 27 və 28-dən 26-nın sonuna etibarən bu cür islahatların, bu cür ixtisarların sayının artacağını görəcəyik hansısa formada. İqtisadçı Vahid Məhərrəmli deyir ki, hakimiyyət iqtisadiyyatla bağlı vəziyyəti özü üçün proqnozlaşdırmışdı. Azərbaycanın neft hasilatı, ixracı azalır, beləliklə gəlirlər də azalır. Təkcə bu ilin 2 ayında enerji gəlirləri 1 milyard 200 min dollar azalıb. Qeyri-neft sektoru neft sektorunu əvəzləyə bilmədi. Baxmayaraq ki, qonşu ölkələrin nefti, qazı yoxdur, amma onlarda illik ödəyimdə artım 6%-in üstündədir. Elə ölkələr var ki, 7, 8, hətta 9, 10% də ödəyimdə artım var. Amma bizdə təsəvvür edin, 1% civarında və bu il ümumiyyətlə aşağı 0.3%-dir bu ilin 2 ayında. Bu da ondan xəbər verir ki, yəni get-gedə bizim gəlirlərimiz alacaq. Dövlət büdcəsində 65 dollar göstərilir neftin qiyməti də. Amma bu hasilat azalırsa, hasilatın azalması ilə bağlı verilən proqnozlar da özünü doğrultmur. Daha çox hasilat azalır və ixrac da azalır. Bu da əlbəttə o deməkdir ki, bizim büdcəyə bir o qədər vəsait gəlməyə bilər. Yəni büdcə təşkilatlarında çalışanlar deməli əvvəlki qədər əmək haqqı almaya bilər. Bir çox halda da ixtisara gedilə bilər ona görə ki, maliyyə çatışmazlığı baş verəcək və ölkənin xərcləri son illərdə artıb. Baxın, əvvəlki illərə nisbətən biz görürük ki, xərclər çoxdur. Digər tərəfdən hər ildə Qarabağın
bərpası üçün, yəni işğaldan azad olunmuş ərazilərin bərpası üçün böyük məbləğdə söhbət 2-3 milyard dollardan gedir, vəsait manatdan gedir, vəsait ayrılır. Vahid Məhərrəmli hesab edir ki, ciddi ixtisarlar davam edəcək. Nazirliklər, komitələr, dövlət agentliklərində də ixtisarların olacağı şübhəsizdir. Ancaq hökumət cəmiyyətə açıq olmalıdır. Biz onlardan heç nə eşitmirik. Baxmayaraq ki, ekspertlər tez-tez səsləndirir ki, durum ağırdır. Amma bilirsiniz, hökumət o qabiliyyətdə deyil ki, islahatlara gedə bilsin. Biz görürük, məsəl üçün, Kənd Təsərrüfatı Nazirliyində vəziyyət olduqca acınacaqlıdır, amma nazirlik imitasiyadan məşğul. Məsəl üçün, əvvəllər vəd verirlərdi ki, yeni gələndə vəd verirdi ki, nazir məhsuldarlıq artırılacaq. İndi deyir ki, biz deyək ki, subsektorun inkişafından məşğul olacağıq ki, məhsullar ixrac olunur, ölkə valyutu gətirilir. Bu da boş sözlərdən ibarətdir. Azərbaycan daha çox vəsait xərcləyir ixal məhsullarına.